Gördüm ki acmışam. Yeməyi yeyirdilər, məni görürdülər, sümüklər qoyurlar qabaqlarına ki, Sənin qabağına. yemək yoxdur da, olanımız budur da. Mən də çörək gizlədirlər, mən də azsız qalırdım. Bir də mənim qaynim kömək edirdi. O qaynimi də Allah mənə çox gördü. Yəni rəhmətə getdi də o. Allah elə rəhmət eləsin. Sonra oradan məcbur oldum, gördülər mənə çox işgəncə verirdilər. Sonra sən eşitdiyimə görə özünü öldürmək üçün Getdim dərman içdim. Heç kim evdə yox idi də. Uğraş gedib qumarla idi həmin günü. Elə ki axşam idi, saat 10 zad olardı da. Getdim dərmanı içdim. Dedim ölümdə canım qutarsın. Nə dərman içdin? Xəstəlikdə at almışdı o dərmanı. At dərmanı bilmədim. Belə iki tabletka yedi. Artıq həyatından bezmişdin. Həyatda bezmişdim, işgəncəli görmək istəmirdim. Dedim anam da eşitmək aslında yazıqdır. Buna son qoyum da qoy. O dərmanı içəndən sonra elə bir ki uzanmışam da özündən deyilib, ölmüşəm. Sonra qaynatam zəng gelib ki atama, bəs gəlin qızınızı aparın, qızını nə bilim nə qarıb özünə deyil də qız. Atam yazı gəlib oradan Bakıdan təcili, zəng gelib Bakıya, təcili gəlib atam Bakıya. Gəlib görüb mənim ölü bədənimi götürüb, dedim ölmüşəm də. Bir balaca qızım vardı Şəbnəm. O tutub ataydı, atam ataydı ki dədə məni də apar, ananı tək qalmasın da, anan tək getməsin xəstəxanaya. Nəysə mənim balaca qızımı götürdü atam, gətirdi xəstəxanaya, bu Lənkəran xəstəxanasına. Məni gətirdi, doktor baxdı parafizə, dedi ki bu qızın ölməyinə yəni az qalıb, da bunun qanına vurub, bu dərman. Bu ya sağalacaq, ya sağalmayacaq, Allahın əlindədir də. Sonra atam getdi, nə tərdə gətirdi Bakıya, bilmirəm, özüm heç bilmirəm də, mən özdə olmamışam. Atam gətirib Bakıya. Bakıda baxdılar məni, Allaha qurbanlığına təzə məni Allah, yəni Allah verdi sənə təzən həyatını. Təzədən Allah məni yaradıb da yenə bil ki. 3 ay iləcənə heç nə yemirdim. Heç nə yemirdim, heç nə yeyirdim, qaytarırdım da. Bütün qanun, məddəmi bütün yaman günə qurmuşdu dərmanda. Nəysə atam mənə 3 ay iləcənə qaşığını su tükürdü ki ağzıma ölməyim də. Atam 3-5-6 ailəcənə xəstəxanaya getdi, gəldi, məni sağaltdı. Yeməsə gətirdi, məni sağaltdı ki, balam sağalsın da. Atam ondan sonra gətirdi, məni sağaltdı, balaca qızım mənimlə qalırdı. Balaca qızım mənimlə qalırdı, Şəmlə mənimlə qalırdı. O biraz keçəndən sonra, bir həftə keçəndən sonra anam rəhmətə getdi. Sən bu müddət ərzində bəs o bir uşaqların sən xəstəxanada ola və sən onlar evdə, sənin ailəndən, yoldaşından, qaynanından... Heç kim gəlmədi xəstəxanaya, heç kim. Heç maraqlanmadılar. Heç kim maraqlanmadılar. Biraz keçəndən sonra sağaldım, gəldim evimə. Yəni ana evinə gəldin.